Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahumme salli ala Fatimete ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha bi adedi ma ihata bihi ilmuk. Salamlayıram hər birinizi, əziz tamaşaçılar. Bəhsimiz həqiqətdə Fatimə şünaslıqdır. Fatimə yaradılış aləminin ən üstün xanımı. Keçən verilişdə xanımın adları barəsində bəhs etdik. Allah yanında bir çox adları var, o adlardan biri Fatimədir. Nə üçün Həzrəti Zəhra salamullah əleyhaya Fatimə deyilib? Bunun bir sıra səbəblərinə işarə etdik hədislər əsasında. O hədislərdən də biri İmam Sadiq əleyhissalamdan nəql olunub. Təfsiri Furat-ı Kufi 581-ci səhifədə, həmçinin Baharul Ənvar kitabında da nəql olunub 43-cü cildin 65-ci səhifəsində ki, İmam Sadiq əleyhissalam buyururlar ki, İnnəmə summiyyət Fatimə, bu baxımdan xanım Fatimə Zəhra salamullah əleyhaya Fatimə deyilib ki, li'annəl xəlqə futimu əmmə ərifətihə. Buna xatir ki, məxluqat onun mərifətindən uzaqdılar. Yəni, xanım Fatimə Zəhra salamullah əleyhanı o cürə ki, tanımaq lazımdır, tanıya bilməyiblər. Ancaq Allah özü, Peyğəmbər və məsum imamlar onu tanıya bilər. Bu baxımdan bir hədis vardır ki, xanım Fatimə Zəhra salamullah əleyhanı oxşadır Qədir gecəsinə. Necə Qədir gecəsi barəsində Allah Teala buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Biz bu Qur'anı Qədir gecəsində nazil elədik. Və ma ədraka ma leylətül qədr. Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Leylətül qədri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Bu qədər əzəmətli. Xanım Fatimə Zəhra salamullah əleyha barəsində də vardı ki, mən ərəfəha, hər kəs xanım Fatimə Zəhra salamullah əleyhanı tanıyarsa, həqqə mərifətiha, o cürə ki, lazımdır, fəqət ədrəkə leylətəl qədr. Hər kəs xanım Zəhranı o cürə ki, lazımdır, tanıya bilərsə, belə bir insan ilə Qədir gecəsini dərk etmişdir. Hər halda burada bir səbəbdir ki, xanım Fatimə Zəhraya bu baxımdan Fatimə deyilmişdir ki, məxluqat, insanlar onu o cürə ki, lazımdır, tanıya bilmirlər. Digər bir hədisi bu kitabda nəql edir. Çox gözəl bir hədisdir. Hədisi nəql edən Səkunidir. Səkuni də İmam Sadiq əleyhissalamın səhabələrindəndir. Deyir ki, bir gün çox qəmli, qüssəli halda İmam Sadiq əleyhissalamın xidmətinə yetişdim. İmam mənə dedi ki, mənim bu halımı gördü və mənə dedi ki, ey Səkuni, sən niyə bu qədər qəmli, qüssəli, narahatsan? Bunun səbəbi nədir? Deyir ki, mən dedim ki, Yəbni Rəsulillah, Allah Teala mənə bir qız uşağı vermişdir. Allah Teala mənə qız uşağı verdiyi üçün mən biraz narahatam. İmam Sadiq əleyhissalam buyururlar ki, ya Səkunu, ələl ərzi thiqluha və ələllahi rizquha. Sən niyə narahatsan? Ey Səkunu, onun ağırlığı ki, sənin boynunda deyil, sənin üzərində deyil ki. Onun ağırlığı yerin üzərindədir. Və ələllahi rizquha, onun ruzisi də Allahın öz öhdəsinədir. Ruzisin Allah verəcək və yer üzündə də gəzəcək. Təişu fi qeyri əcəlikə, öz həyatın yaşayacaq. Sənin əcəlin ona dəxili yoxdur. Yəni, belə deyil ki, Allah Teala ona 10 il ömür verdi, 20 il ömür verdi, 70 il ömür verdi, o sənin ömründən azalacaq. Xeyr, onun öz ömrü var, sənin də öz ömrün vardır. Və təəkulu min qeyri rizqikə, sənin ruzunə yemir o. Allah Teala ki, onu yarattı, Allah onun ruzisini də ayırıb. Səkuni deyir ki, bu sözləri ki, İmam Sadiq əleyhissalamdan eşitdim, mənim qəm, qüssəm, kədərim hamısı aradan getdi. Aramlıq, ürəkdən, qəlbən çox rahatlıq hiss elədim. Sonra deyir ki, İmam Sadiq əleyhissalam məndən soruşdu ki, ey Səkuni, indi ki, sənə Allah Teala qız uşağı verib, o qız uşağının adını nə qoymusan? Səkuni dedi ki, Yəbni Rəsulillah, onun adını mən Fatimə qoydum. Fatimə adını eşidəndə İmam Sadiq əleyhissalam 3 dəfə deyirlər ki, ah çəkdi. 3 dəfə ah çəkəndən sonra buyurdu ki, İza səmməytəhə Fatimə, sən ki bunu
bu qızı Fatimə adlandırdın, buna Fatimə adını qoydun, fəla təsubbəhə, ona nalayiq söz demə, və la tələənhə, ona lənət demə. Qız uşağısı narahat eləyə bilər, sən ona demə ki, Allah sənə lənət eləsin, lənət demə, və la tədribhə, və nabada sən onu vurma. Yəni bu nəyə göstərir? Hətta Fatimə salamullahi əleyhanın adı belə hörmətə malikdir, ehtirama malikdir. Ona görə yaxşı olar ki, biz qız uşaqlarımızın ən azından birinin adını Fatimə qoyaq. Bu barədə inşallah gələn verilişlərdə də mən söhbət açacağam ki, atanın vəzifələrindən biri öz övladına ad qoymaqdır. Nə yaxşı olar ki, qız uşaqlarına biz ən gözəl, Allahın bəyəndiyi adlardan biri olan Fatimə adını qoyaq. Xanımın digər adlarından da biri Zəhradır. Artıq Fatimə adı barəsində bizim bəhsimiz tamam oldu. Xanım Fatimə Zəhra salamullahi əleyha, Xanım Fatimə Zəhra salamullahi əleyhaya nə üçün Zəhra adı verilmişdir? Bu barədə bir neçə hədisə işarə etmək istəyirəm. Şeyx Səduq İləlüş-Şərai kitabından Cabir ibn Cü'fidən nəql edir ki, deyir ki, İmam Sadiq əleyhissalama ərz elədim, Yəbnə Rəsulillah, nə üçün Xanım Fatiməyə salamullahi əleyhaya Zəhra adı verilmişdir? İmam buyurdu. Baxın, hamısının bir cəhəti vardır. Amma bu baxımdan biz deyir ki, Xanım Zəhra salamullahi əleyha fərqli bir insandır. Adlarının belə hikməti vardır. Buyurur ki, İmam buyurdu, لِأَنَّ əzzə və cəllə xələqəhə min nuri əzəmətihi. Allah Teala Xanım Zəhranın nurunu, ruhunu, həqiqətini özünün əzəmət nurundan yaratmışdır. Özünün əzəmətli nurundan onu yaratmışdır. Fələmmə əşrəqət əzəətis səmavatu vəl-ərdu bi nuriha. Vaxtı ki, bu nur, Xanım Zəhranın nuru işıq saçdı. Onun nəticəsində bütün göylər və yerlər onun nuru ilə işıqlandı. Və qəşiyyət əbsarul məlaikə. Bütün mələklərin gözləri bizim dildə desək qamaşdı. Və xərrətil məlaikatu lillahi sacidin. Bütün mələklərin hamısı Allah dərgahına səcdə edərək yerə düşdülər. Və qalu dedilər ilahəna və səyyidəna. Ey bizim Allahımız, ey bizim Mövlamız, məli həzən nur. Bu nur nədir? Biz bu nuru görməmişdik. Bu nə nurudur ki, bunun bərəkətinə bütün göylər, yerlər nura qərq oldular. Allah Teala vəhy elədi mələklərə. Fəəvhəllahu iləyhim haza nurun min nuri. Bu nur həqiqətdə mənim yaratdığım nurlardan biridir. Əskəntu fi səmai. Həmin o nuru mən məskunlaşdırdım göydə. Xələqtuhu min əzəməti. Mən bu nuru öz əzəmətimdən yaratdım. Uxricuhu min sulbi nəbiyyin min ənbiyai. Axirət zaman Peyğəmbərin sulübündən mən onu çıxardacağam. Ufəzziluhu əla cəmil ənbiyai. Həmin o Peyğəmbəri bütün Peyğəmbərlərin hamısından üstün qərar verəcəm. Və uxricu min zalikən nur əimmətən. Həmin o nur ki, Peyğəmbərin sülübündən əmələ gələcəkdir, həmin o nurdan imamları mən yaradacağam. Hansı ki, yəqumunə bi əmri. Onlar mənim əmrimi iqamə etmək üçün, bərpa etmək üçün qalxacaqlar, qiyam edəcəklər. Yəhdunə ilə haqqi. Mənim haqqıma tərəf insanları hidayət edəcəklər. Və əc'aluhum xulafai fi ərzi. Hansı ki, onları mən yer üzündə öz xəlifələrim qərar verəcəm. Bədə inqizai vəhyi, mənim vəhyim tamamlandıqdan sonra. Baxın, nə üçün Xanım Fatimə Zəhra salamullahi əleyha Zəhra deyiblər? Zəhranın mənası həqiqətdə bir növ, o zöhrüyə də ona görə zöhrə deyiblər ki, parlayan mənasındadır. Xanım Zəhra salamullahi əleyhada bir nurdan, parlaq bir nurdan, Allahın əzəmətindən yaranmış bir nurdan xəlq olunduğu üçün ona Zəhra adı verilmişdir. Bu əlbəttə bir cəhətidir. Başqa cəhətlər də vardır ki, mən onların hər birinə işarə edəcəm. Bu oxuduğum hədisin adresini də mən burada qeyd edim. İləlüş-Şərai kitabının 1-ci cildinin
180-ci səhifəsində nəql olunmuşdur. Digər bir hədisi də yenə Şeyx Səduq İləlüş-Şərai kitabında Əbanibli Təqlibdən rivayət eləyir ki, İmam Sadiq əleyhissalamdan soruşdum ki, limə summiyyəti Zəhra, Zəhra, nə üçün xanım Zəhraya Zəhra adı verilmişdir? İmamdan soruşdum. İmam buyurdu, لِأَنَّهَا تَزْهَرُ لِأَمِيرَ الْمُؤْمِنِينَ فِي النَّهَارِ ثَلَاثَ مرات بِالنُّورِ. Bu da digər bir səbəbidir. Çünki Həzrəti Zəhra salamullahi əleyha hər gün 3 dəfə o xüsusi mənəvi ruhu ilə, nuru ilə Əli əleyhissalama təcəlli edərdi, sanki işıq saçardı. İmam Sadiq əleyhissalam sonra buyurdu ki, fələm yəzəl zalikən nur fi vəchiha. Həmişə bu nur xanım Fatimə Zəhra salamullahi əleyhanın mübarək üzündə olardır, çehrəsində olardır. Hətta Uludəl Hüseyn əleyhissalam, İmam Hüseyn əleyhissalam dünyaya gələnə qədər. Həqiqətdə bu nur imamət nuru idi ki, Peyğəmbərdən nəql olunmuşdu xanım Fatimə Zəhraya, xanım Fatimə Zəhranın da bətnindən İmam Hüseyn və İmam Həsən və digər imamlar. Fəhuvə yətəqəlləbu fi fücuhinə ilə yevmil qiyamə. Həmin bu nur qiyamət gününə qədər biz imamlarda davam edəcək. Fil əimməti minnə əhləl beyti imamin bə'də imam. İmamlardan ardıcıl olaraq ki, hal-hazırda da sonuncu imamlardır. Bu da digər bir hədis. İləlüş-Şərai kitabının 1-ci cildinin 180-ci səhifəsində. Digər bir hədisi Şeyx Səduq Məaniyül Əxbar kitabında nəql edir. İmam Sadiq əleyhissalamdan nəql edirdilər ki, soruşdum ki, Yəbni Rəsulillah, nə üçün xanım Fatimə Zəhraya Zəhra adı verilmişdir? İmam buyurdu, li'annəha qanət, bu da çox əcibdir, li'annəha qanət izə qamət fi mihrabiha, çünki xanım Fatimə Zəhra salamullahi əleyha ibadət mihrabında dayanıb Allah'a ibadət edəndə zəhərə nuruha li əhlis səma. Onun nuru göy əhlinə nur verərdi, nur saçardı. Kəma təzəhəru nurul kəvakib li əhlil ərd. Necə göydə olan ulduzlar gecə vaxtı yer əhlinə nur saçırsa, yəni onların nuru, işığı görünürsə, bilinirsə, xanım Fatimə Zəhra salamullahi əleyha da ibadət mihrabında dayanıb ibadət edəndə onun nuru göy əhlinə o cürə parlayardı və nur saçardı. Başqa bir hədisi Əbu Haşimi Əsgəri deyir ki, İmam Həsən Əsgəri əleyhissalamdan soruşdum ki, nə üçün xanım Fatimə Zəhraya Zəhra deyilmişdir? Buyurur ki, kənə vəchuhə yəzhəru li əmiril müminin. O əvvəlki hədisi oxudum, gündə 3 dəfə Əli əleyhissalama onun xüsusi nuru aşkar olardı. Burada buyurur ki, Əmirəl-Mömin əleyhissalama Həzrəti Zəhranın nuru parlayardı. Min əvvəlin nəhar, günün əvvəlində kəşşəmsiz zahiyyə, o parlayan günəş kimi. Və ində zəval kəl-qəməril munir, gün orta vaxtı işıq saçan ay kimi və ində qurubu şəms, günəş batdıqdan sonra kəl-kovqəbil durriyyə. Həmin o nur saçan, parlayan ulduzlar kimi. Başqa bir hədis də vardı və bunu da oxuyum və vaxtımız tamam olur. O da Hüseyin ibn Zeyd deyir ki, İmam Sadiq əleyhissalama dedim, limə summiyyət Fatimətüz Zəhra. Nə üçün xanım Fatiməyə Zəhra adı verilmişdir? İmam buyurdu, liənnə ləhə fil cənnəti qubbətən min yaqutun həmra. Bu da ki, o cənnətdə olan məqamına işarə edir ki, xanım Zəhra salamullahi əleyhanın cənnətdə xüsusi bir qubbəsi vardır ki, o parlayan qırmızı yaqutdandır. Bu da həqiqətdə digər bir cəhətidir. Yəni, xanım Zəhra salamullahi əleyhaya Zəhra deyilməsinin müxtəlif səbəbləri və müxtəlif cəhətləri vardır ki, biz bir neçəsini işarə etdik. İnşallah gələn bəhsimizdə nə üçün xanım Zəhraya Siddiqə deyilib və digər mübarəkə deyilib və digər adlar deyib, onların səbəbini siz əzizlərin nəzərinə çatdıracağım. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.